Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, uşaqlar 28 sentyabr 2025-ci il hədəf kursları sınaq keçiribdi, buraxılış imtahanı. 9-cu siniflər üçün olan sınağın izahına baxacağıq ingilis dilindən. Qeyd edim ki, dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək videomuza və qeyd edim ki, uşaqlar, videonu bəyənsəz like etmək, kanala abunə olmaq, şərhlər bölməsinə öz fikirlərinizi bildirmək və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın. İndi isə gəlin keçək listening suallarına. German family spent around davamını gətirməliyik. Mətn nə haqqındadır deyir burada. Education system, müxtəlif ölkələrdə təhsil sistemi, azad təhsilin əhəmiyyəti ya da pulsuz təhsilin, xaricdə təhsil almaq, Avropada təhsil sistemləri, Avropada məktəb xərcləri. Keçdik üstə, books account for more than 70% of the total, davamını gətirməliyik. Bura hara deyir. True false-lar. Bir çox ölkələrdə xərclər böyüyür faster than inflation. İnflasiyadan daha sürətli böyüyür. Alman ailələrində deməli çox aşağı xərclər olur. Deməli nədir? Birləşmiş Krallıqda xərclər 360 eurodan daha azdır. Children get free textbooks deyir, uşaqlar pulsuz mətn kitabları əldə edirlər və dövlət əlavə 450 euroluq hər şagird üçün xərc ödəyir Fransada. Yaxşı, vuraq görək nə deyəcək. Listen to the passage and answer questions. Families in Europe pay more and more for school, and in many countries the costs grow faster than inflation. Textbooks are the costs grow faster than inflation. Yəni ki, deyir ki, 4.1 true A bəndi. Usually the most expensive part. In Spain, books account for more than 70% of the total. And in Italy, nə dedi? In Spain, yəni ki, 3-ə A bəndi. Parents must buy new editions, which makes the situation harder. German families face very high prices. Very high prices, low yazıb, aşağı yazıb, yanlışdır, false B bəndi. Around 3,600 euros a year, with school trips costing about 2,000 euros. In the UK, costs are over 2,600 euros. 2,600 euros. 2600 deyir. Burada 3600 yazıb false və and they grew by 30% in 2 years. Meals and snacks are the biggest part of the increase, while uniforms are still expensive. France is different. Families there spend only 211 euros a year. This is because children get free textbooks, and the state pays an extra 450 euros for every pupil. Every people. Yəni 4.4 A bəndi olur. Qaldı bizim birinci sualımız və ikinci sualımız. Listen to the passage and answer questions. Families in Europe pay more and more for school, and in many countries the costs grow faster than inflation. Textbooks are usually the most expensive part. In Spain, books account for more than 70% of the total. And in Italy, parents must buy new editions, which makes the situation harder. German families face very high prices, around 3,600 euros a year, with school trips costing about 2,000 euros. Ayda dayanmır. 3,600 euros, yəni A bəndi. Mətn nə haqqındadır? School cost in Europe. Avropada məktəb xərcləri. Yəni Avropa ölkələrindən danışırıq. Bir də məktəb xərclərindən ona görə. İndi isə keçirik short textlərə. Summer camp for children. Uşaqlar üçün yay düşərgəsi. Games, sports, fun activities every day. Hər gün oyunlar, idmanlar, əyləncəli aktivitələr. Register now. İndi qeydiyyatdan keç. Okay. İndi deyir ki, bu elanın məqsədi nədir? Deyir ki, uşaqları partiya dəvət etmək, xeyir. Müəllimlər haqqında demək, xeyir. Yeni məktəb açmaq, xeyir. Uşaqları yay düşərgəsinə qoşulmağa dəvət etmək, düzdür. İdman haqqında məlumat vermək yanlışdır, cavab D. Keçdik növbəti. Bir saniyə gözləyin. Aha. Növbəti sualımız, yəni 6. Good habits keep us healthy. Yaxşı vərdişlər bizi sağlam saxlayır. They also make life more organized. Onlar həmçinin həyatı daha düzənli edir, tərtibli edir. Without good habits, yaxşı vərdişlər olmadan
Everyone would be rich. Hər kəs varlı olar. Xeyr. Everyone would trust easily. Hər kəs asanlıqla inana güvənə bilər. Xeyr. Life would be simple. Həyat sadə olardı. Xeyr. Students would always tell the truth. Şagirdlər hər zaman doğrunu deyərdi. Xeyr. People may face many problems. Deyir ki, insanlar bir çox problemlərlə üzləşərdi. Yaxşı vərdişlər olmadan. Bəli, 700-dür. Please keep this area clean. Zəhmət olmasa bu ərazini təmiz saxlayın. Do not throw rubbish on the ground. Deməli deyir ki, zibilləri yerə atmayın. Purpose of the notice. Deyir bu deməli xəbərdarlığın, bu qeydin məqsədi nədir? İnsanlardan burada oturmamaq, not to sit here, burada oturmamağı xahiş etmək. Xeyr. To warn people not to make noise. Səs etməmək haqqında insanlara xəbərdarlıq etmək. Xeyr. To invite people not to throw trash. Zibil atmamaq üçün zibil atmamağa dəvət etmək insanları. C-düzdür. İnsanları iclasa dəvət etmək. Xeyr. İnsanlara harada oturmaq lazım olduğunu göstərmək. Xeyr. Və readingimizə baxırıq. School uniforms have always been a topic to debate among students, parents and teachers. Deyir ki, məktəb uniformaları, yəni məktəb formaları hər zaman şagirdlər, valideynlər və müəllimlər arasında bir müzakirə olmuşdur. Many schools around the world require students to wear uniforms while others prefer to allow freedom of choice. Deyir ki, bir çox məktəblər dünya ətrafında deməli şagirdlərdən forma geyməyi tələb edərkən digərləri isə azad seçim haqqı verir. The first good thing about uniform is that all students look the same. Deyir ki, uniformalar haqqında ilk yaxşı şey odur ki, bütün şagirdlər eyni görünür. This makes schools more equal because no one can show off with expensive clothes. Deyir ki, bu məktəbləri daha bərabər göstərir. Çünki heç kim daha bahalı paltarlarla öz şov göstərmir də, yəni özünü göstərmir. Uniforms also help teachers and parents to recognize students easily. Deyir ki, formalar həmçinin müəllimlərin və valideynlərin şagirdləri asanlıqla tanımasına kömək edir. They also make students look neat and professional, which creates a serious learning atmosphere. Deyir ki, onlar həmçinin şagirdləri daha təmiz, səliqəli və professional göstərir. Hansı ki, bu da onların ciddi öyrənmə atmosferi, ab-havası yaratmış olur. Another advantage is that students save time every morning because they don't need to think about what to wear. Deyir ki, digər üstünlüyü isə odur ki, şagirdlər deməli vaxta qənaət edir hər səhər, çünki onlar nə geyinəcəkləri haqqında fikirləşməyə ehtiyac duymurlar. Yəni eyni paltar geyinirlər axı. However, uniforms also have some problems. Amma uniformaların bəzi problemləri var həmçinin. Some students and parents think uniforms restrict personal freedom. Deyir ki, bəzi şagirdlər və valideynlər düşünür ki, uniformalar şəxsi azadlığı məhdudlaşdırır. Students cannot show their own style and personality. Şagirdlər öz stilini və şəxsiyyətini göstərə bilmirlər. They believe that young people have the right to express themselves through their clothes. Onlar düşünür ki, gənc insanların özlərini paltarları vasitəsilə ifadə etmək haqqları var, hüquqları var. Wearing the same clothes every day may feel boring. Deyir ki, hər gün eyni paltarı geymək sıxıcı hiss etdirə bilər. Also, buying uniforms can be expensive for some families, especially when children grow quickly and need new ones. Deyir ki, həmçinin bəzi ailələr üçün uniforma almaq bahalı ola bilər. Xüsusilə də uşaqlar sürətli şəkildə böyüyəndə və yenilərinə ehtiyac olanda. In short, qısacası school uniforms have both good and bad sides. School özdə məktəb formalarının həm yaxşı, həm pis tərəfləri var. They create equality and discipline, but can also limit freedom and bring extra costs. Deyir ki, onlar bərabərlik və disiplin yaradır, amma həmçinin onlar azadlığı məhdudlaşdırır və əlavə xərclər gətirir. Schools should decide carefully whether uniforms are best choice for their students. Deyir ki, məktəblər diqqətli şəkildə qərar verməlidirlər ki, formalar onların şagirdləri üçün ən yaxşı seçimdir, yoxsa yox.
Yaxşı, mətndən keçdik, indi mətnin suallarına. Choose the correct statements according doğru olanı istəyir. Deyir, bütün məktəblər formanı ləğv etməlidir, silməlidir. Xeyr, belə bir şey demir. Bir səhvdir. İkidə deyir, one of the benefits of having uniforms is people spend less time choosing clothes. Deyir ki, uniformaların faydalarından biri də şagirdlərin paltar seçərkən daha az vaxt xərcləmələridir, keçirmələridir. İki düzdür. Uniforms are required in all schools. Bütün məktəblərdə uniforma tələb edilir. Xeyr. Bəzi məktəblərdə, bütün məktəblərdə yox. Çünki biz oxuduq ki, bəzi məktəblər forma geyərkən tələb edərkən, bəziləri isə etmir. Yəni 3 və 1 səhvdir, götürmürəm. 2 və 4 olur. Uniforms have both strong and weak points. Deyir ki, formaların həm güclü, həm də zəif tərəfləri var. Doğrudur. Keçirik növbəti. If the students wear the same clothes every day, they can feel. Deyir, əgər şagirdlər hər gün eyni paltarı geyinsələr, onlar necə hiss edərlər? Necə bored demişdik, sıxıcı hiss edərlər, düzdür, sıxılmış hiss edərlər. Belə bir şeydir. Tired, yorğun, angry, əsəbi, excited, həyəcanlı, happy, xoşbəxt. Bunları isə deməmişdi. Keçirik 10-cu sualımızda. Suala cavab verəcəm. What is a negative effect of uniforms? Formaların deyir ki, mənfi tərəfi hansıdır? Uniforms reduce homework. Deyir ki, uniformalar ev tapşırığını azaldır. Xeyr. They increase test scores. Test xalını artırır. Xeyr. They make students more sociable. Onlar şagirdləri daha sosial edir. Xeyr. Uniformalar şagirdlərin öz stilini məhdudlaşdırır. Bəli, öz stilini göstərənmirlər. Düzdür. Uniforms make students more confident. Şagirdləri daha özgüvənli edir. Xeyr. Cavab D. Və keçdik 11-ci sual. Mətin nə haqqındadır? Students freedom in clothing. Deyir ki, paltar geyimdə şagirdlərin azadlığı. Xeyr. Məktəb xərclərini azaltmaq. Xeyr. Classroom management, sinifin idarə edilməsi. Xeyr. Advantage and disadvantage of school uniforms. Deyir ki, məktəb formalarının üstünlükləri və deməli mənfi cəhətləri, müsbət və mənfi cəhətləri. Bəli, D bəndi düzgün variantımızdır. Y-də deyir ki, sinif disiplini, bu isə aidiyyəti olmayan bir şeydir. Davam eləyək. Demək 12-ci sualımızda. Which statements are false? Hansılar yanlışdır? Parents must choose uniforms for children. Valideynlər şagirdlər üçün, uşaqlar üçün forma seçməlidirlər. Belə bir şey deməmişdi bizə. Səhvdir. Biri götürürəm. Uniforms are not important. Forma vacib deyil. Xeyr, belə bir şey qeyd eləməyibdi. İçini götürəcəm. Gözdən görüm hələ. Uniforms bring discipline and unity to schools. Deyir ki, uniformalar məktəblərə disiplin və birlik gətirir. Bu düzdür, götürməyəcəm. In order to make students feel equal, some schools prefer wearing uniforms. Deyir ki, şagirdləri bərabər hiss etdirmək üçün bəzi məktəblər forma geyinməyi üstün tutur. Bu da doğrudur. Cavab 1-2 olur. Yanlış olanlar. Üstdə positive case yəni çalışdırır. Men, child, children. Bunlar kökdən dəyişən isimlərdir və kökündən dəyişənlər S qəbul etmir uşaqlar. Yəni ki, yalnız apostrofes olur. My father's computer is not new. Father təkdədir apostrofes, computer ismi gəlib, xəbərdə is. Atamın kompüteri yeni deyil. Horses cəmdədir, cəm ismi yəlçalı yalnız apostrofla düzəlir. Yəni apostrofes olmaz. Y-də səhvdir. Compound mürəkkəb isimləri istəyir. Salesman, satıcı, masterpiece, şahəsər, newspaper, qəzet. Hamısı mürəkkəbdir. A düzdür. Trousers sadə isimdir. Behave davranış, düzəltmə isimdə or suffiksi var. Exhibition tion suffiksi var. Performance anca suffiksi var. Painting ing suffiksi var, düzəltmədir. Argument men suffiksi var. Tion suffiksi var. En suffiksi var. Bunlar düzəltmədir, götürmürük. 15-ci sualda doğru variant istəyir. FU-dan sonra cəm isim gəlir, amma hour saat sözü təkdir. Today yalnız apostrof S-lə düzəlir, B düzdür. Mr. Mrs. olanda apostrof S olmalı, sadəcə apostrof verib səhvdir. My siçanlar kökündən dəyişən isimdir. S qəbul etməz bu, D səhvdir. Many-dən sonra cəm isim gələr, amma year, il sözü təkdir. Gərək years olardı, sonra apostrof verərdi. Keçdik. Növbəti sualımız, yəni 16-cı sualda. Singular nouns tək isimləri istəyir. Representative nümayəndə təkdir. Months, ay təkdir. Giz, qazlar cəmdir, kökdən dəyişib. News, xəbər həmişə təkdir. My, siçanlar kökdən dəyişib, cəmdir. 1, 2, 4. Cavab Y.
Keçdik. 17-ci sualda doğrunu. Much cəmlə işlənir. Much sayılmayan isimlə işlənir, amma student cəmdə A səhvdir. Several cəmlə işlənir, B düzdür. A little sayılmayanla işlənir, times cəmdir. A lotdan sonra isim gəlmir uşaqlar, D səhvdir. Many cəmlə işlənir, money isə sayılmır, B bənd. Genitive case yel çal istəyir. Apostrof S-dən sonra decision qərar ismi gəlib, was-da xəbərdir. Elə A düzdür. Children S qəbul etməz, B səhvdir, kökdən dəyişir. Soyadın qarşısında D artiklı varsa o cəmlənir, yel çal apostrofla düzəlir. Burada apostrof S artırıb, C səhvdir. My grandparent təkdədir. Təkdədirsə apostrof S olmalıdır. Təkcə apostrof verib, səhvdir. Man S qəbul etmir, kökündən dəyişir çünki. Keçdik 19 plural cəmi istəyir. Cəm isim istəyirsə unemployment, hour təkdədir, ship təkdədir. Sonra phonetics, sonu x ilə bitirsə təkdir, C də getdi. Surgeon təkdir, operation təkdir, götürmürük. Shoes ayaqqabılar həmişə cəm, teeth dişlər kökdən dəyişib cəm, fit ayaqlar kökdən dəyişib cəm. 700-dür. Cəm istəyirdi, hə. Sheriff spends, time vaxt sözü sayılmır. Sayılmayan isimdən several işlənmir, many işlənmir, few işlənmir, a few işlənmir. Amma a lot of həm cəm, həm sayılmayan işlənir. Cavab C. 21-dən money pul sözü sayılmır. Sayılmayan isimdən many işlənmir, few, a few işlənmir. A lotdan sonra isim gəlmir. Much amma sayılmayandan işlənir. Cavab C. Keçdik 22-ci sualımıza. Demək 22-ci sualda isimlərin sırasını istəyir. Okay. Deməli travel səyahət, sweater, polar, yəni guest qonaq. Elə düzdür. C bəndində homeless evsiz sifətdir. D bəndində Y bəndində naughty dəcəl sifətdir. Bir də advice məsləhət vermək feildir. C hərfi ilə yazılsaydı isim olardı məsləhət. Important vacib sifətdir. Amazing möhtəşəm, heyrətamiz sifətdir. Favorite sevimli sifətdir. Impolite nəzakətsiz sifətdir. Yəni cavabımız oldu A. 23-də derivative nouns düzəltmə isimləri istəyir. Watermelon mürəkkəbdir, newspaper qəzet mürəkkəbdir. German sadədir, mənlə bitən sadələrdəndir. Spaceship də mürəkkəbdir, kosmik gəmi. Headache baş ağrısı mürəkkəbdir, bu da getdi. Toothbrush diş fırçası mürəkkəbdir, cavab D bəndi. Düzəltmə. Servant xidmətçi ant sufiksi var. Freedom azadlıq dom sufiksi var. Membership üzvlük ship sufiksi var. Keçdik 24-də positive case yel çal istəyir məndən. Let apostrof S let asdır, yel çal deyil. Today apostrof S-lə, yesterday apostrof S-lə düzəlir. C düzdür. Y bəndində apostrof S-dən sonra veri gələrsə yel çal deyil, götürmürük. D bəndində got gəlib, yel çal deyil. Apostrof S-dən sonra my əvəzlik gəlib, yel çal deyil. Cavabımız olmuşdu C. Keçdik 25-də. Boys cəmdədir. Cəm ismi yel çal yalnız apostrofla düzəlir. Apostrof S yox, bir səhvdir. Boys cəmdə apostrof verib, 2 düzdür. Boy təkdə apostrof S verib, 4 düzdür. 3 düzdür. 4-də isə apostrof artırmalıdır. Oğlanların oyuncaqları olmalıydı. Ona görə 4 səhvdir, 2 və 3. Şəkilə baxıb hekayə quracaq burada. Şəklimiz nədir ki? Uşaqlar avtobus dayanacağının yanında durublar. Tamam. Avtobus gəlir. Uşaqlar məktəbə gedir. Tamam. Nə deyərəm mən? Deyərəm ki, məsələn, hər hansı bir başlıq cümlə yazıram. Yazıram ki, məsələn, atıram da, oktyabr ayının 1-i idi, düzdür. Yazacağam ki, it was the 1st of October. Açıq suallara nə yazmışsınız? Xüsusilə də writing uşaqlar. Yorumlarda qeyd eləyərsiniz. Baxaram səhv ya da düz olduğuna, yaxşımı? Hə, it was the 1st of October. Deməli, deyəcəm ki, uşaqlar, hətta bir neçə uşaq, belə deyək, avtobus dayanacağında durmuşdu, avtobus gözləyirdi. Ya da avtobus dayanacağında gözləyirdi, məktəb avtobusunu. Tamam, bir neçə uşaq, several, hətta students, bir neçə şagirdlər, okay, were waiting, gözləyirdi. Nəyi gözləyirdi? Avtobusu. Waiting for school bus. Harda gözləyirdi? At the bus stop. Bus stop. Okay. Deyəcəm ki, deməli, nə edirdi? Onlardan biri kitab oxuyurdu.
Digəri əl sallayırdı ya da oynayırdı. Məsələn, deyə bilərəm uşaqlardan biri. One of the students was reading, oxuyurdu, a book. Sonra the other ya da one was dancing, məsələn, rəqs edirdi ya da one was moving, hərəkət edirdi. Belə yaza bilərsiniz, düzdür? Ya da waving, əl sallardı deyə bilərsiniz, düzdür? Aha, sonra nə deyəcəm? Deyirəm ki, bir müddət 10 dəqiqə sonra nə oldu? Avtobus çatdı. Avtobus gəldi. Okay. A few minutes later, bir neçə dəqiqə sonra the school bus came. Deyirəm ki, bir neçə dəqiqə sonra məktəb avtobusu gəldi və uşaqlar, cümləni qurtarmıram, və uşaqlar avtobusa mindi and the students, şagirdlər mindi, minmək got on, get ondu, got on or keçmişdə verirəm axı zamanları. Got on the bus, yadda saxlayın, writing-də, yəni essedə, şəkil essesində eyni olmalıdır zamanlar. Eyni zaman formasından ya indiki olacaq hamısı ya da keçmiş. Got on the bus, okay. Finally, sonda the students reached the school. Məktəbə çatdılar. And və ran to their classes. Və siniflərinə qaçdılar. Baxaq görə nə qədər söz oldu? Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 24, 25, 28, 29, 31, 33, 35, 37, 40, 43, 46, sonra 49, 51 söz oldu. Məncə kifayət edir. Nəsə sualınız olsa ya da video haqqındakı fikirlərinizi yorumlar bölməsində qeyd edərsiniz, baxacağam.